Həftəlik bürclər Oğlaq, Boğa, Qız bürclərini 17 noyabrdan 24 noyabra doğru nələr gözləyir? Birinci oğlaqlardan başlayaq. Oğlaqlar bu həftə çox ehtiyatlı olmalısınız. Parça-parça çıxırsınız. Yəni bu həftənin əvvəlində başqa cür, ortasında tam yarımçı formada, axırlarına doğru isə ədalətsizliyə uğramış, belə deyim də, balaca bir insan enerjisi formasında olacaqsınız. Elə bir uşaqlaşmış bir formada olacaqsınız. Çünki zamanın boşluğunda olacağımız bir vəziyyətdə ən çox da Oğlaq bürcünün qadınları, belə deyim də, ayrılmaq, parçalanmaq, yarımçıqlıq barəsində fikirləriniz və düşüncələrinizi qərarlaşdırmalısınız. Çünki çoxdandır keçmişin bu aralarda bilirsiniz, retrokarmik bir vəziyyətdə olduğumuz üçün, retrograd vəziyyətdə olduğumuz üçün keçmişin yarımçıqları bizi zamana doğru tam boşluğa doğru apara bilər. Bacardığımız qədər Oğlaq burcunun qadınları ayrılıq, boşanma və yaxud da övlad hamiləliklə əlaqədar olaraq qəti qərar, risk edici qərarlar verməməsi. Çünki bunun peşmançılığını retronun təsiri nəticəsində yaşayacaqsınız. Amma həftənin sonlarına doğru belə deyim, o parçalanmadan çıxmağa başlayaraq maddesal sfera baxımından pul, iş, kreditlər və yaxud da özünüzü vəzifə olaraq, yenilənmə olaraq həftənin sonlarına doğru şans, aktivləşmə və beyninizi genişləndirmiş bir şəkildə özünüzü gücləndirə bilərsiniz Oğlaqlar. Zamanın mübarizəsində Oğlaqlar bu həftə siz qalibiyyəti bacara bilməyəcəksiniz. Çünki emosiya və hisslərinizi balaca körpə insan kimi aparıb tələskənliyə doğru aparacaqsınız. Amma Oğlaq bürcünün kişilərin fərqi ondan ibarət ki, bu həftə belə deyim, hər şeyi sürətləndirməyə çatacaq qədər enerjilərinizin mübadiləsi güclü bir formada olacaq. Bundan istifadə edə bilərsiniz. Bu həftə bacarsız Oğlaqlar torpaqla, ev tikməklə, təsərrüfatla əlaqədar işlərdə enerjinizi gücləndirməyə çalışın və yarımçıqlığınızı, özgüvəninizi oradan bərpa edəcəksiniz. Sağlamlıqla əlaqədar xoşuma gəlməyən bir belə deyim də, çənə üst formamızda, qulağımızdan gələn kanallarla əlaqədar olaraq və boynumuzun arxa onurğa sistemində olan narahatçılıqlar Oğlaqlar aktivləşə bilər. Bunlara fikir verməlisiniz. 69-68% qədər həftənizi uğurlu edə bilərsiniz Oğlaqlar. Boğa bürclərinə gələndə, belə deyim, boğalar yarımçılıqları tamamlayırıq. Şans həftənin sonlarına doğru sizə doğru gəlir və belə deyim də, noyabr ayının sonlarını uğurlu bir həftə olaraq qeyd etməyi bacaracaqsınız. Amma bu həftə maddisal israfın ən pik həddini yaşaya bilərsiniz o boğalar. Bacardığınız qədər, belə deyim də, tələsməyə ehtiyac yoxdur, qısqanclığa, müqayisəyə, mübarizəyə ehtiyac yoxdur. Çünki maddisalın israfı sizin mübadilənizi və mübarizənizi sağlam formada aparmaya bilər. Şanslı bir insanlarsınız. Bunu hər zaman deyirəm. Mənim üçün boğalar çox şanslı insanlardır. Çünki onlara evrənin qoruyucu bir enerjisi var ki, onları vasitəçiliyin olduğu mühitlərlə, ailəvi kök enerjilərlə əlaqədar olaraq aktivləşdirməyə bacarır. Bizim bugünkü boğalar bu həftənin ən vacib missiyalarından biri yarımçıqları tamamlamaqdır və bunu bacara biləcəyiniz bir potensiala malik olduğunuzu özünüzdə hiss eləyəcəksiniz və bunu da bacaracaqsınız. Bu həftə qısqanclıq, səbirsizlik, belə deyim də, əsəbiyyət üzərindən, öfkə üzərindən, nəfsi üzərindən qətiyyən biz özümüzü həm sağlamlıqla əlaqədar olaraq, qidalar olaraq, həm də ki, belə deyim də, şəxsiyyətlə əlaqədar olaraq riskə atmırıq. Çünki bizim parçalanmağa səbəb olacaq, performans göstərəcəyimiz, özümüzü qabağa aparacağımız bir parçalanmanı yaşayacağımız bir nüans orada olacaq. 79-78%, 81%-ə qədər boğalar həftənizi uğurlu edə bilərsiniz. Çünki həftənin sonlarına doğru kimlərinizə köməyi, mənəvi, maddi dəstəyini aktiv şəkildə boğalar əldə etməyə bacaracaqsınız. Bir balaca boğalar dəri xəstəliklərlə əlaqədar olaraq biraz fikir verməsi, çünki təmas səthlə əlaqədar olaraq narahatçılıqlar aktivləşə bilər. Qız bürclərinə gələndə isə qız bürcləri bu həftə belə deyim, dalğavız həddən artıq çoxdur. Bugün başqa bir xəbər, sabah başqa bir xəbər, özünüz də qərarsızlıqda qalacaqsınız. Bu bir şansdırmı, yoxsa hər hansı bir narahatçılığın davamiyyəti ola bilər? Çünki qız bürcləri böyük bir psixoloji beyinə malik olduğu üçün hər şeyi dərin şəkildə analiz edirsiniz və analizlər nəticəsində belə deyim də transformasiya etməyə çalışacaqsınız və zamanın hökmünü öz əlinizə ala biləcəksiniz. Həftənin cümə axşamından sonra sizdə yeni bir qüvvə yaranacaq, yeni bir görmə qabiliyyəti, yuxulara fikir verməlisiniz, özünüzü zamana doğru transformasiya etməlisiniz və özünüzü aktivləşdirmə bir, belə deyim də, zamanında olacaqsınız. Əslində bu həftə qız bürcləri od ünsürləri kimi özlərini aparacaqlar, məncillik, egoisti aktivləşdirəcəklər. Həftənin sonlarında gözlədiyiniz pul, maddisal şanslar və xəbərlər sizə doğru gələcək. Həftənin uğurlarından da biri qızlar, siz olacaqsınız. Çünki belə deyim də, məntiqlə hər zaman iş gördüyünüzə görə çox analiz edici qüvvədə olduğunuz zamanın etkisini əldə etməyinizə baxmayaraq hər zaman məntiqin qalibiyyətini bacarırsınız. Bu həftə istəkləriniz üzərindən heç bir şey etmirik. Ağlımızı, məntiqimizi işə salıb qəlbimizi bağlayaraq böyük bir qüvvəmizi, böyük bir gücümüzü əldə edici bir vəziyyətdə olacaq. Çünki siz bu həftəni 85-86%-ə qədər qız bürcləri uğurlu edə bilərsiniz. Narahat edici bir məqam bizim qəfəs, döş qəfəs sistemimizdə olan və sinəmizdə olan narahatçılıqlar. Bu ciyərlər ola bilər, qabırğalar ola bilər, nəfəs sistemimizdə problemlər ola bilər ki, bunlarda nəsə bir problemlər var. Çünki bu çakralarımızda bloklanma enerjiləri qız bürclər sizdə həddən artıq aktiv vəziyyətdədir. Bunları gücləndirərək beyninizdə olan, belə deyim də, bədənimizi simptomlar idarə edərək, sinirsel olaraq idarə etdiyimiz bütün negativ enerjiləri arındıra bilərsiniz.